Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in əmmə ba'd. Deməli, bu yaxınlarda bir rafizi Qasım Səfərov adlı birinin İmam Nəvəvi atdığı böhtana, yalanına görə yəni bu haqda bir cavab hazırladıq və adam yəni üzr istəməkdənsə, bir səhvini boynuna almaqdansa çıxdı, əksinə yenə dedi ki, mən deyən elə budur. Yəni bu onu göstərir ki, yəni insan qəsdi nədir? Bizə söz altında qalmayın. Yəni zahirən görünən budur. Ola bilər, xəta eləmirsən, müəyyən bir yəni səhvlər eləmirsən, problem yoxdur. Hər kəs səhv eləyə bilər, xəta eləyə bilər. Sadəcə çıx deyən ki, bəli, mən burada ola bilər, mən qəsdim bu olub, bu nəticəyə gəldim. Amma yəni səhvdir, bəli, İmam Nəvəvi belə bir şey deməyib. Nəysə, qulaq asaq təzədən yeni yazdığı bir bu söhbətinə. Mən orada İmam Nəvəvidən misal gətirmişəm ki, İmam Nəvəvi deyir ki, İn kənə təhsilu zəlikəl məqsudi vacibən kənəl kəzibu vacibən. İmam Nəvəvi deyir ki, hər o bəyənilmiş məqsud ki var, məqsədin bəyənilmiş bir şeydir. Onu yalansız ələ gətirmək mümkün deyilsə və onu ələ gətirmək vacibdirsə, müqəddiməsi də yalan olsa vacibdir danış. Yalandan danış, çünki başqa çarə yoxdur, ancaq yalan danış, onu ələ gətir. Bu kanal indi mənim böhran atdığımı deyir. Deyir ki, sənə kim deyir ki, İmam Nəvəvi demək istəyir ki, müxalifə? Mən deməmişəm ki, İmam Nəvəvi deyir müxalifə. Mən məsələn gətirmişəm orada. Diqqətlə qulaq as sözümə, videoda qoymusunuz. Məqsud ki var, məqsədə çatmazsan, onu təhsil etmək, ələ gətirmək mübah bir şey olsa, icazəli bir şey olsa, yalan danışmaq icazəlidir. Və in kana vacibən, yəni və in kana təhsil zəlikəl məqsudi vacibən, kana al-kəzibu vacibən. Əgər o bəyənilən işə ələ gətirmək, məsələn, vəhabilər şiələri gözdən salmaq istəyirlər, məsələn, vəhabilər şiələri gözdən salmaq istəyirlər. Demişəm məsələn, bax, elm əhli arasında məntiq deyilən bir şey var. Hətta məntiq elmi oxumayanın da sadə məntiq olsa bunu bilə bilər. Bir dəfə deyirəm ki, kullu alimin yecib ihtiramuhu. Hər bir alimin ehtiramı vacibdir. Qaidə kulliyə vermişəm insanlara. Hər harda alim görsün ehtiramı vacibdir. Daha gəlib demirlər, Zeyd alimdə ehtiramı vacibdir, Məmməd alimdə ehtiramı vacibdir, nə bilim, Həsən alimdə ehtiramı vacibdir. Yox, alim qayda verir sənə. Alimin işi yoxdur ki, hər predmetləri sənə cavablı olsun. Kulli qayda verir sənə. Qayda özü zaten kullidir, cüzlərdə tətbiq edirsən. Harda alim görsün, sabit olsa ki, bu alimdə ehtiramı vacibdir. İmam Nəvəvi ümumi qayda verib sizə. Kul sözü gətirib, umum ədəbatındandır. Hər bir bəyənilmiş iş ki, bir sifəti gətirib bəyənilmiş Məhmuddur, məqsudun bir sifəti. İkinci sifəti gətirib ki, əgər onu ələ gətirmək yalansız mümkün deyilsə və yalan da vacibdir və o işə ələ gətirmək vacibdirsə, yalan danışmaq da vacibdir. O işə ələ gətirmək mübahdırsa, yalan danışmaq mübahtdır. Bəli, Ən-Nəvəvi bu məsələyə toxunur və misallarla məsələni aydınlaşdırır. Ona qalsa belə məntiqlə, səndə olan bu dərin bu məntiqlə çox şeyə bu məsələni tətbiq eləmək olar. Mənim məqsədim misal olaraq ticarətdə malımın satılmasıdır və malımda da problemlər var, nöqsanlar var. Mən yalan danışım, satım. Onda bunu da çıxarda bilərik bunun sözündən, bu sözdən, hər bir məqsəd sözündən. Bunu da çıxarda bilərik. Amma elə deyil axı. Ticarət məsələsində baxsan, İmam Nəvəvinin ticarət məsələsində bu məsələyə toxusan, getsən, araşdırsan, görəcəksən ki, bu cür ticarətin haram olduğunu, caiz olmadığını deyəcək. Deməli, bir insana, istəyir alim olsun, istəyir sıravi kim olursa olsun, ümumi belə sözündən yəni ittiham eləmək olmaz ki, qəsdi budur, bunu deyir. Açıq, aşkar ləfz olmalıdır. Sən orada məsələn dedin, məsələn. Məsələn deyib öz sözünü yeridirsən. Məsələn, rafizlərə, şiələrə rəddiyə vermək və orada yalan danışmaq. Məsələnlə sözünü yeridirsən. Bizim də dediyimiz odur da, məsələni saxla özvə. O məsələdən bizim ehtiyacımız yoxdur. Ən-Nəvəvinin qəsdini Ən-Nəvəvi özü elə misallarla bəlli eləyir və hətta deyir ki, baxsaq burada, deyir, bəb bəyənməyə cüzməyəl kedib, yəni yalandan icazəli olan istisnalara toxunarkən bu fəsildə, deyir ki, yalanın hər biri haramdır, əsli haram olsa da belə deyir, yəni bəzi hallarda icazəlidir. Amma nə deyir? Bişurutin, şərtlərlə. Qad əvdəhtuha fi kitab əl-əzkər. Kitab əzkərdə bunu deyir, bəyan eləmişəm artıq. Qayıdıb kitab əl-əzkərə baxanda görürsən, daha ətraflı danışır və misallar gətirir və həmçinin hədislər gətirir bu haqda və yalanın növləri barəsində deyir. Yəni o hədisdə hətta gətirir ki, icazəli olan yalanlardan
düşmana yalan danışmaq, müharibə vaxtı düşmana yalan danışırsan və həmçinin iki nəfərin arasını islah eləmək üçün və həmçinin ər-arvad arasında münasibətlərdə təbii ki, bu münasibət sevginin artırılması məqsədi ilə olan məsələlərdir. Misal olaraq, əri özə qadınına deyir ki, sən dünyanın ən gözəl qadınısan və s. və s. Bu cür şeylərdə. Amma ona zərər verən, idrar, qadına zərər verən şeylərdə yalan danışmaq olmaz. Onun ziyanına olan şeylərdə də təbii ki, yalan danışmaq olmaz. Qəsd sevgini artırmaq. Və baxanda ümumən Ən-Nəvavinin sözünü, yəni bu məsələ barəsində sözlərini və bəyan olur ki, məqsəd nədir burada? Və buradan sənin artıq ittiham etməyin ki, Ən-Nəvavinin qəsdi budur və oradan nəticə çıxartmağın o sözdən. Və nəticələr çox şey biz çıxarda bilərik. O qədər misallar gətirib, o qədər məsələlər çıxarda bilərik ki, oradan. Batil o qədər şeylər özümüzdən çıxarda bilərik ki. Amma o deyil. Yəni, artıq burada ittiham məqamıdır. Sən Ən-Nəvavini bu məsələdə ittiham edirsənsə, açıq ləfz gətirməlisən. Ehtimallarla bu iş olmaz. Yəni, bir dənə gətir, açıq-aşkar ləfz ki, Ən-Nəvavinin sözü var ki, deyir ki, müxalifə cavab verdiyin zaman bacarmırsansa yalan danışa bilərsən, yaxud böhtan ata bilərsən, gətir bir dənəsini. Amma sizdə var bu. Sizin alimlərin belə sözləri var. Və misal olaraq, gəlin baxaq, Əbul-Qasım Əl-Xoyinin ona verilən suallarda, fətvalarına baxaq, verdiyi cavablara baxaq. Deməli, kitab Sıratun Nəcəhdir və burada Xoyyə suallar verilir və bu səhifədə 1245 nömrəli sual. Sualda sual verən soruşur ki, yəni burada deyir, həl yəcuzəl kəzibu, yəni yalan danışmaq icazəlidirmi kimə? Bidətçiyə və ya zəlalət yayanlara. Nə vaxt? Fi məqamil ihticac aleyhi. Yəni onunla höcətləşəndə, rəddiyə məqamında ona yalan danışmaq olarmı? Yəni münaqişə zamanı. Əgər yalan, bu yalanla sən onun dəlilini puç eləyəcəksənsə, yəni onun iddialarını, o batil iddialarını puç eləyəcəksənsə, onu aldadaraq yalan danışmaq icazəlidirmi? Və cavabında görün Xoy nə deyir? Deyir ki, əgər onun bu fikirləri, bu batil fikirləri yalnız bu yolla mümkündür cavab vermək, o zaman icazəlidir. Və həmçinin növbəti sualda da, 1246-cı sualda da sual verir ki, bidət əhlini söymək olarmı? Bidət şübhə əhlini söymək olarmı? Və həmçinin nə deyir? Böhtan atmaq olarmı onlara? Böhtanlamaq olarmı? Qeybət eləmək olarmı? Onların qeybətlərini eləmək olarmı? Və cavabında növbəti səhifədə görün Xoy nə deyir? Yəni, əgər bununla onun batilinin, yəni batilin qabağını alırsansa, qarşısını alırsansa, zaman problem yoxdur. Yəni, böhtan ata bilərsən, qeybətini eləyə bilərsən, yalan danışa bilərsən, problem yoxdur. Daha sonra növbəti bir kitab, Misbahül Fəqahə, deməli, birinci cildin 503-cü səhifəsinə nəzər salaq. Burada gəlir qeybət haqqında birinci danışır, haram olması haqqında. Hörmətli qeybəti məşrutatun bil iman. Yəni, qeybət imanla şərtlənib. Yəni, iman əhlinin qeybətini eləmək olmaz. Yalnız iman əhlidirsə, onun qeybətini eləmək olmaz. Sonra deyir, xəbərlər, yəni, ixtisas edib, yəni bildirib ki, qeybət möminin qeybəti olmaz qeybət olunmağa. Və mən deyirəm ki, aqul möminlərlə murad müminin minəl müminin huna mən əminə billahi və rəsulihi. Yəni mömin deyildikdə kimlər deyir? Kim Allaha və Rəsuluna və yəni axirətə və imamlara iman gətiribsə. Yəni mömin bunlardır yalnız. Deməli 503, səhifə 503, keçək 504-ə. Deməli 504-də davam gəlir və yəni 12 imama iman gətirən yalnız bunlar mömin sayılır. Və birincisi əvvəlhum Ali ibn Əbi Talib, birincisi Ali ibn Əbi Talib aleyhissalam və axırıncısı da deyir, yəni Muntazar Mehdidir.
Və mən ənkara vahidə minhum, kim bunların birini yəni inkar eləyərsə icazəlidir, onun qeybəti icazəlidir. Yəni bu indi qeybət məsələsidir. Bu ayrı mövzudur, yaxşı. Keçək. Sonra nə deyir? Deyir ki, yəni bunu keçək ki, çünki mövzumuz qeybət deyil. Mövzumuz yəni müxalifə rədd zamanı yalan danışmaq, böhtan atmaq məsələsidir. Deməli, dualarda və ziyarətlərdə yəni sabit olub ki, müxalifləri lənət eləmək olar. Cavaz lən müxalifin və vücubu bəraət minhum, yəni onlardan uzaq durmaq, onlardan uzaq olmağın vacibliyi. Sonra deyir, və iktharus səbb aleyhim, və onları çoxlu söymək və sonra nə deyir? Onlara şər böhtan atmaq, qeybətlərini etmək, yəni icazəlidir. Bunlar sabit olmuşdur yəni. Nəyə görə? Çünki onlar bidət əhlidirlər, şübhə əhlidirlər. Yəni bidət əhlidirsə, şübhə əhlidirsə, artıq söyə bilərsən, itham eləyə bilərsən, böhtan ata bilərsən. Və buradan bizim yəni dediyimiz əsas məqsəd, yəni toxunduğumuz məqsəd nədir? Söyməyi qoyaq qırağa, qeybəti qoyaq qırağa, ondan danışmıram. Heç ona toxunmam yaxşı. Nə deyir? Yalan danışa bilərsən, böhtan ata bilərsən. Tutduğum məqam budur. O birisləri keçirəm. Onlarla işim yoxdur. Böhtan ata bilərsiniz deyir. Sonra nə deyir? Yalan danışa bilərsiniz deyir. Əgər müxalifdirsə. Və müxalif də kimləri görür? Müxalif də bundan öncə deyir ki, kimlərdir? Möminlərin əksi. Möminlərdə zikr elədi. Allaha, axirət gününə, Allaha, Rəsullara, axirət gününə, sonra imamətə iman gətirən. 12 imama yəni iman gətirən. Birinci Əli, sonuncu Ali aleyhissalam, sonuncu da Mehdidir. Yəni bunlara kim iman gətirmişsə bu mömin deyil artıq. Bunu yəni bu şeyləri tətbiq eləyə bilərsən buna qarşı. Sonra hələ bu kitabın 506-cı səhifəsində deyir ki, Şiənin avamları və alimləri arasında bütün əsrlərdə və şəhərlərdə müxaliflərin, yəni şiələrə əks olanların qeybətini etmək, sonra nə deyir? Hətta söymək, bəl-səbbuhum və lənətlənmək, onları lənətləmək, lənət olmaq, yəni davamlı bir əməllərdəndir. Bəlfi əl-cəvahir, hətta cəvahirdən gətirir ki, hətta cəvahir kitabında bu cür əməlləri etməyin caiz olması, icazəli olması məzhəbin, yəni Şiə məzhəbinin zəruriyyətlərindəndir. Cəvaz dələ ki, minən daruriyyət, yəni zəruriyyətlərindəndir, icazəlidir. Bu da sizin kitablarda açıq-aşkar bu sözlərdir. Bu məsələ ilə bağlı. Bax, belə bir şey gətir, Ən-Nəvavinin açıq-aşkar sözünü gətir ki, bax, müxalifə rədd zamanı yalan danışmaq olar, böhtan etmək olar, gətir, deyim hə. Amma hansısa sözündən götürüb nəticə çıxartmaq, buradan belə nəticə çıxır, məsələn belə, məsələn elə, onda məsələndən biz çox məsələlər gətirə bilərik. Növbəti məsələ o ki, qaldı bu videonun kəsib doğranıb paylaşması haqqında. Yenə də deyirəm, heç kəs qəsdli şəkildə Elmanın videosunu qoyub, oradan nəyəsə kəsib, düzəldib, yəni təhrif eləyib, paylaşmayıb. Özü öz kanallarında, rəsmi kanallarında öz videosunu kəsib doğrayıb, şou yaratmaq məqsədilə bunu paylaşır və hətta bu sizin özünüzə ziyandır. Ona da nəsihət eləyin ki, bu cür etmək doğru bir şey deyil, yaxşı bir şey deyil və deyirsən ki, sənin nə dəxli var, nə qədər cəmaat orada nə deyir, nə baxır. Kommentlərə baxsan, deyirəm, baxın, o kommentlərdə yazılanlara baxın. Orada elə insanlar var ki, dindən heç bir anlayışları yoxdur. Dindən uzaq olan insanlar var, hər cür insanlar var. Və qarşısına video çıxır ki, Quran Fatimə aleyhissalam onun yanındadır və s. belə. Və artıq o insanın beyninə, yəni o cür zehninə yazıldı ki, budur. Və o da gedir orada deyir, burada deyir və bu məsələ yayılır. Quranda artıq şək yaranır. Ola bilər sənin qəsdin bu deyil. Sən o barədə kəsib doğrayıb özün qoyumsan öz videoyu şou üçün. Amma bu qədər cəmaatın sonra sən niyə görə gedib əslə qayıtmamısınız, onun o videosunun orada yazılmaq, əsl tam versiyası buradadır. Cəmaatın, qardaş, cəmaatın belə deyək, 10%-i
olar ya olmaz gedib onun əslinə baxar. Yəni çox az bir qismi, olsun biraz çox, biraz çox, biraz az. Əksər cəmaət baxmır. TikTokda qabağına video çıxdı və yaxud digər sosial şəbəkələrdə qarşısına o video çıxdı, qısa bir video, baxdı və salam. O da qaldı və getdi. Yəni bununla sən artıq özünüzə ziyan edirsiniz. Özünüzə bu ziyandır ki, bu kəlmələrin yaranması ki, bu söhbətlərin gəlməsi ki, yəni şiələrdə görürsünüz, şiələr belə bir söz deyirlər. Halbuki sən özün heç onu qəbul eləmirsən o sözü. Ona görə elə səhv birinci, səhvi gedin elmana nəsiyyət edin. Onda da səhv birinci ondadır. Ki, bu cür şeyə əl atıb ki, şov üçün, nə bilmirəm. Əgər biz o videonu götürüb, onun tam versiyasını kəsib, doğrayıb, orada təhrif edib, paylaşsaydıq, bəli, bizə deyə bilərdiniz ki, siz kəzzəbsiz, yalancısınız, böhtan, iftira və s. Amma biz bunu belə etməmişik. Bu videonu cəmaatın qarşısına çıxıb, kimin ki qarşısına çıxıb, qoyublar olduğu kimi onun öz səhifəsindən, rəsmi səhifəsindən götürüb qoyub. Ola bilər xəta eləyib, bəli, ki, nəyə görə axıra kimi getməyib, onun YouTube səhifəsini açmayıb, oraya girməyib, o YouTube'da videodan qabaq gələn o reklamları ötürməyib, baxmayıb və s. və s. Bu şeyləri etməyib, tələsib götürdü, paylaşdı. Baxdı ki, rəsmi səhifədir, öz səhifəsidir, götürdü, paylaşdı. Sən buna maksimal olaraq deyə bilərsən ki, səhvdir bu. Düzgün eləməmişsiniz. Amma böhtan atmışsınız, yalan danışmışsınız, kəsmişsiniz, videonu düzəltmişsiniz, sən bunu deyə bilmərsən. Çünki özü eləyib bunu. Özü bu, belə deyib, bu povudu, fürsəti özü eləyib, özü yaradıb. İlk olaraq sənin ən çox, ən əsas qınadığın kəs elə elman olmalıdır. Gedin danışın, probleminizi onunla çözün ki, yəni bu cür şeyləri əl atmasın. Yaxşı şey deyil. Və bu qədər düşünürəm ki, kifayət eləyər. Bundan sonra dur, nə yazırsan, yaz, nə bilim, söz altda qalmayayım, nəsə cavab verim. Bu məqsədlər lazım deyil. Yəni, sözün var, denən. İddiam var, yəni dəlilin var, konkret olaraq bir etirazım var, dinən. Yox, söz altına qalmayayım deyənə mən nəsə deyim, buna ehtiyac yoxdur. Və subhanəkallahumma və bihamdik, əşhədu ən la iləhə illə əntə, əstəğfiruka və ətubu ileyk.